Əbbasi xilafətinin dövründə və xüsusən Mənsur Dəvanəqi, Mehdi Əbbasi, Hadi Əbbasi, Harun Ər-Rəşid və Məmun, xüsusən bu şəxslərin dövründə elə bir İslama qarşı fəsad törətmişdilər, fəsad yaymışdılar ki, onları ümumilikdə cəmləyəndə 5 fəsad eləyir ki, o 5 fəsadı o həmin xilafət dövründə onlar İslama zərbə olaraq vurdular. Həmin fəsadın növləri birincisi bu idi ki, iqtisadi fəsad idi. İkincisi budur ki, əxlaqi fəsad idi. Üçüncüsü budur ki, ümumi fəqirlik yaratmışlar. İnsanlar fəqirlikdən, yoxsulluqdan əziyyət çəkirdilər. Dördüncüsü, Peyğəmbər ailəsinə, nəslinə qarşı və xüsusən də onların davamçılarına qarşı sui-qəsdlər idi, zülmlər idi, zindana salma, sürgünlər idi və qətlə yetirmə idi. Və beşincisi də xurafatlar idi. Sufi məktəblərin yaranmasına şərait yaratmaq, dinin əslinin, həqiqətinin aradan getməsi. O xüsusiyyətlərdən, o fəsadlardan daha doğrusu biri ki, iqtisadi fəsaddır və ümumi fəqirlikdir ki, İmam Musa Kazım əleyhissalamın dövründə də İmam Musa Kazım əleyhissalam o fəsadların müqabilində özünün xüsusi davranışını göstərirdi ki, birincisi insanlara iqtisadi baxımdan, yəni mal baxımından, qida baxımından köməklik eləyirdi. İkincisi, düşüncə baxımından insanlara, yəni o məktəblər ki, sufi məktəblərdir və s. xurafatlar yayılırdı, o insanlara kömək edirdi və üçüncüsü də ən əsası insanların hətta dinindən belə asılı olmayaraq insan olaraq abırlarının qorunmasında onlara kömək edirdi, onlara yardım edirdi. Özü buyurur ki, İnnə fil ərdi ibadən yəsəvnə fi həvaicin nas. Yer üzərində elə bəndələri, insanlar var ki, insanların ehtiyaclarını aradan qaldırmaq üçün çalışırlar, onlara köməklik edirlər. Humul aminunə yevməl qiyamə. Qiyamət günündə onlar amanda qalacaqlar. Qiyamət barəsində Quran-ı Kərimdə çox sözlər deyilib ki, elə vəhşətli, qorxulu bir səhnə yaranacaq ki, hamı qorxacaq, o qorxudan pərakəndə şəkildə olacaqlar və s. və ilaxır. Amma bir dəstə insan var ki, onlar insanların hacətlərini, istəklərini, problemlərini həll eləmək üçün belə deyib çalışıblar. Və o insanlar amanda qalacaqlar, onlar narahat olmayacaqlar. İmam Musa Kazım əleyhissalam həmin dövrdə hədisdə belə gəlir ki, axşamlar, gecələr, belə deyək, səhərə qədər bəlkə çiynində kisələrlə çörək daşıyırdı evlərə, fəqirlərin, insanların evinə. Özü deyir, fəqirlik elə bir fəqirlikdir ki, hər bir zamanda təbii ki, fəqirlik olub. İndiki dövrün fəqirliyi budur ki, insanlar çörək tapa bilirlər, şükür olsun Allaha, çörəkləri var, yeməkləri var. Amma bəzi şeylərdə çatdırmırlar tələb olunan gündəlik tələbatları. Məsələn, ola bilər kommunal xərclərini də çatdıra bilmirlər. Mümkündür ki, məsələn, bir nəfər qız götürdəcək, cehizinin pulunu çatdıra bilmir. Belə məsələlərdə fəqirlikdir. Amma şükür olsun Allaha ki, gündəlik ən azından çörəyini tapa bilir belə indiki zamanın fəqirləri və hər bir zamanda. Amma Əbbasi xilafətinin dövründə, yəni xüsusən İmam Kazım əleyhissalamın dövründə insanlar elə bir zərbə vurmuşdular, elə fəqir saxlayırdılar insanları ki, İmam Kazım əleyhissalam nəinki cehiz pulu, nəinki kommunal xərclərin ödənməsi məsələn, hətta çörək yapar. Deməli, insanlar çörək tapa bilmirdilər, hətta çörək məsələsində belə fəqir idilər. Ona görə bu özü bir nümunədir bizlər üçün imamımızın həyatı ki, biz də hər zaman diqqətimizdə saxlayaq, hətta kömək eləyə bilməsək də belə, bilsək ki, öz məhəlləmizdə, öz cəmiyyətimizdə bir nəfər məsələn bu vəziyyətdədirsə, özümüz yardım eləyə bilməsək də heç olmasa yardım eləyə biləcək bir şəxsə vasitəçilik eləyək ki, ona yardım eləsin. Bu özü həm bizim üçün savab, həm də qiyamət günündə amanda qalmağımıza səbəb ola bilər.